Gəzə şəraiti yaratmadan, avtobusun yolunu kəsmədən dönmə siqnalı ilə zolaq dəyişməyə çalışdığım yerdə 100 manat cərimə oldum. Böyük Şordan Ziya Bünyadov prospektinə çıxışda məcburi şəkildə avtobus zolağına daxil olursan və zolaq dəyişmək üçün nəzərdə tutulan kəsik xətlər döngədən dərhal sonra yerləşir. Bu isə sıx vaxtlarda real olaraq sürücünü iki seçim qarşısında qoyur. Ya qəza şəraiti yaratmalı, ya da yolun ortasında dayanıb avtobusların yolunu kəsməlisən. Kamerada elə bu təhlükəli məqamın dərhal önündə yerləşdirilib. Yəni manevr etməyə nə məsafə var, nə vaxt tanınmadan avtomatik cərimələnirsən. 902 ilə əlaqə saxlayıb vəziyyəti izah etməyə çalışdım. Cavab belə oldu ki, sizdən başqa 72 nəfər gözləyir, narazısınızsa idarəyə gəlin. Qanun olmalıdır, bəli, amma qayda və cəza tətbiq ediləndə real yol şəraiti, sürücünün təhlükəsiz davranışı və niyyət də nəzərə alınmalıdır. Haqlı olduğum halda cərimələnməməliyəm. Üstəlik, izahat istədikdə bu münasibətlə qarşılamağım məncə doğru deyil. Nəinki mənim, hər kəsin. Həm cəriməyə yenidən baxılmasını, həm də həmin ərazidə zolaq dəyişmək üçün təhlükəsiz məsafənin artırılmasını xahiş edirəm.